Çox əlamətdar günlərə təsadüf edən həftəni yola salırıq. Bu həftə Azərbaycanlıların bir hissəsi Kərbəla faciəsi üçün təziyə saxlamağa başladı. Sabah Müstəqillik Günü bayramıdır və bu arada isə Allah qoymasa ölkə parlament seçkilərinə addım-addım yaxınlaşır. Ancaq sadaladığımız günlər təqvimdə əlamətdar sayılır. Azərbaycan reallığına isə onların heç birinin adiyyəti yoxdur. Bizdə uzun illərdir bütün günlərin bayramlı-bayramsız məzmunu eynidir. Dərd və kədər günləri. Biz reallıqdan müxtəlif günləri bəhanə edib uzaqlaşmaq istəsək də xeyri yoxdur. Həyat bizim yaxamızdan öz ağır yükünü buraxan deyil. Elə məhərrəmlikdən başlayaq. Dahi Azərbaycanlı Cəlil Məmmədquluzadə Molla Nəsrəddin jurnalının 2-ci sayında "Necə qan ağlamasın daş bugün, qırxılır gör neçə min baş bugün" adlı məqaləsində belə yazırdı. Bu gün Kərbəla meydanı Azərbaycandakı vətənpərvərlik meydanıdır. Hər kimin ürəyində bir cüzi din, namus, vətən hissi varsa, oranın qeydinə qalmalıdır. Axtmalı qanlarımız, ehsan etməli pullarımız varsa, gözümüzün qabağında ürəklər parçalayan Azərbaycan matəmgahı durur. Bu gün özünü mömin sayan Azərbaycanlıların məhərrəmlikdə İmam Hüseyin üçün göz yaşı töküb ağlaması bəlkə də dünyanın ən lazımsız işidir. Ona görə yox ki, İmam Hüseynin 72 əhdayalı ilə birlikdə Kərbalada yaşadığı müsibət kövrək hislərə layiq deyil. Yox, səbəb başqadır. Səbəb odur ki, bugün Azərbaycanlı birinci növbədə öz gününü ağlamalıdır. Öz məzlum durumundan xəcalət çəkməlidir. Məzlum olan Hüseyin Vay Rəftilli mərsiyələr indi Azərbaycanlıların təqdimatında çox yersiz alınır. Bəlli olduğu kimi İmam Hüseyin zülmə qarşı qiyama qalxmış, məzlumların azadlığı və din maskası taxanların çirkin simalarını aşkar olunması üçün hər şeyindən keçmişdir. İndiki Azərbaycana baxaq. Adı Hüseyin olan, balalarına Hüseyin adı verən, özünü müsəlman sayan Azərbaycanlıların neçəsi zülmə qarşı qiyama qalxmağa hazırdır. Neçəsi azadlıq üçün canını demirəm, malının bir qismini qurban verməyə hazırdır. Belə əqidədə olanları isə bir yandan zalim hökumət əzir, həbsə atır, o bir yandan isə zəmanənin nəbzini tutmağı bacaranlarımız lağa qoyur, ağılsız hesab edir. Azərbaycanda Hüseynlər azadlığın və məzlumların boğulması üçün hər şeylərini qurban verməyə hazırdır. Zülmə qarşı çıxmaq yox, onu alqışlamaq daha üstün məziyyət bilinir. Elə bunlara görədir, lap başdan dedim ki, bizim indi öz günümüzü ağlamaq, göz yaşı tökməyimizin vaxtıdır. Özü də məhərrəmlikdən məhərrəmliyə yox, hər gün, hər saat. Sabah isə bizdə müstəqillik günüdür. Bir dövlət üçün ən vacib olan bu bayram bizdə küncə sıxılıb, təpəqarama edilib. Özü də dövlət səviyyəsində. Kimin yadından çıxıbsa yaddaşları təzələyək. 1991-ci ildən bayram günü kimi tarixə düşən 18 oktyabrı 2006-cı ildə İlham Əliyev istirahət günü olmaqdan çıxarıb. Bəlkə də buna adi yanaşmaq olardı. Fikirləşərdik ki, ölkəmiz analogsuz inkişaf dövrünü yaşayır. Ölkə müharibə vəziyyətindədir. Bir günü də bayramdır deyib boşa vermək olmaz. Hər gün, hər saat işləyib, ölkəmizin iqtisadiyyatını daha uca zirvələrə dırmaşdırmalıyıq. Ancaq görəndə ki, əksinə hakimiyyət xalqa tamamilə yad olan günləri bayram, istirahət günü elan edib cəmiyyətə sırayır. Deməli, belə də müstəqillik gününə dırnaqarası yanaşma təsadüfi ola bilməz. Müstəqillik gününün iş günü elan edilməsinə adi yanaşmaq o halda mümkün olardı ki, bu günlə bağlı dövlət səviyyəsində nəsə əlamətdar bir tədbirlər görərdik. Allahın gül bayramı qədər bu günə diqqət ayırıldığını hiss edərdik. Bunların isə heç biri yoxdur. Birinci və əsas səbəb ondan ibarətdir ki, nə İlham Əliyevin, nə də onun atasının bu bayramın ərsə gəlməsində heç bir əməyi olmayıb. Nə Heydər Əliyev, nə İlham Əliyev milli azadlıq hərəkatında, eləcə də ölkənin müstəqilliyinə qovuşmasında bir cümləlik əmək sərf etməyiblər. Ona görə də bu bayram onlara yaddır, onların anlamında unudulmağa layiqdir. Halbuki müstəqilliyin ən böyük bəhrəsini bu iki adamdan başqa 9 milyonluq ölkədə heç kim görməyib. Müstəqillik tariximizin çox kiçik bir müddətini çıxmaqla bu dövr başdan ayağa Əliyevlərin sərəncamında olub və onlar bu imkandan gen bol bəhrələniblər. Bu dövrdə SSR-dən ölkəyə miras qalan maddi sərvətlər, eləcə də ölkənin yeraltı, yerüstü sərvətləri Əliyev ailəsinin iştahına yem olub. Təsəvvür etmək heç də çətin deyil ki, müstəqillik olmasaydı, bu ailə heç zaman ölkənin sərvətlərini indiki kimi amansızlıqla və bu qədər böyük miqyasda talamaq imkanı əldə etməzdilər. Müstəqilliyin adı qara camaatın, dadı isə Əliyevlərin oldu. Bu illər ərzində müstəqilliyin quru adından başqa heç bir praktiki əhəmiyyətini, faydasını xalqımız görə bilmədi. Müstəqillik sözü altında bizim gördüyümüz məkir, zülm, zillət oldu. Buna əmin olmaq üçün müstəqil məhkəmələrimizə, müstəqil mediamıza, müstəqil ordumuza baxmaq kifayətdir. Bütün bunlara görə Əliyev hakimiyyəti
Bu günü özü bildiyi kimi xalq isə heç yada salmadan ötüşdürür. Dediklərimə şübhə ilə yanaşsanız, sabah siz özünüz də yoxlaya bilərsiniz. Baxarsınız, neçə adamdan bu günlə bağlı təbrik SMS-i falan alacaqsınız. Kim alacaqsa xoş halına, almayanlar müstəqil Azərbaycanın pasportunu qabağına qoyub bir ağız ürəkdən ağlaya bilərlər. Ağlamaq üçün bundan tutarlı mövzu azmaz olar. Müstəqilliyimizin kağız üzərində olmasındandır ki, təxminən 2 həftəyə keçiriləcək parlament seçkisinin hərarəti, hənirtisi hiss olunmur. Azərbaycanın istənilən kəndində ortabab bir xeyir işin səs sorağı bizim parlament seçkilərinin ajiyatajından daha gür və diqqətə layiq hadisə sayıla bilər. Parlament seçkisinə cəmiyyətdə diqqət sıfır səviyyəsindədir. Bu da təbiidir. Çünki artıq hamı bilir deputat olmaq üçün səsə, seçkiyə ehtiyac yoxdur. Səssiz küysüz 5 milyon manatı tapıb aparıb verirsən əlaqədar şəxsə, ondan sonra da ağzı skoslayıb oturursan Milli Məclisin allı-güllü kürsüsündə. Yəni bu prosesin xalqa qəti isti soyuğu yoxdur. Buna görə də cəmaatı qınamaq da artıqdır. Bu seçki tamaşasında ən böyük psixoloji travmanı heç bilirsiniz kimlər aldı? Televiziyada çıxış eləmək üçün namizədliyini verənlər. Hakimiyyət bu il ilk dəfə olaraq namizədlərə 4 dəqiqəlik pulsuz efir vaxtında qadağan edərək bəzilərinin televiziyadan görünüb xoşbəxt olmaq imkanını da əllərindən aldı. Sizi tam arxayın edirəm ki, namizədlərin çoxu deputat olmaqdan çox televiziyadan görünmək üçün qollarını çırmalamışdılar. Onların arzuları doğulmadan öldü. Eybi yox, kişinin başına iş gələr. Bu yalancı seçki tamaşası Milli Şuranın növbəti dəfə haqlı çıxartdı. Bildiyiniz kimi əsas müxalif mərkəz Milli Şura bu seçkiləri boykot etmişdi. Milli Şuranın və beynəlxalq təşkilatların seçkiləri boykot etməsinin səbəbi ölkədə seçki mühitinin olmaması, deputatlığa layiq olan şəxslərin günahsız yerə həbsdə saxlanması idi. Milli Şura hakimiyyətdən tələb etmişdi ki, normal seçki keçirmək fikirləri varsa, o zaman həbsxanada saxladıqları siyasi məhbusları azad etməli, seçki komissiyalarının tərkibi dəyişdirməlidir. Hökumət isə bunların heç birini etmədi. Ona görə də bu gün özləri çalıb, özləri də oynamaqdadılar. Avropa Şurası, ATƏT kimi ciddi beynəlxalq qurumlar bu il keçiriləcək seçkilərin nəticəsini bəri başdan şübhə altına qoyaraq onları etibarsız saydı. Bu əsl faciədir, əsl ağlamalı mövzulardır. Ağlayın və bunu da unutmayın. Hər dövrün öz yezidləri var. Yezidi lənətləyəndə də biraz ehtiyatlı olun. Böyür başınız onlarla doludur.